Son vaxtlar kreditlə geyim satan mağazaların sayı artıb. Bunun üçün müştəridən sadəcə şəxsiyyət vəsiqəsi tələb olunur. Müəyyən məbləğə qədər istənilən növ paltar almaq mümkündür. Mən kredit şərtləri ilə maraqlanmaq istəyirdim. Kredit tək şəxsiyyət vəsiqəsi ilə 20 yaş üzəri hər hansısa bir yerdə gecikməniz yoxsa götürə bilirsiniz. 3 və 6 ay ərzindədir. 3 ay 22%, 6 ayda 28,2% gəlir. Minimum 100 manata kredit açılır. 100 manatdan 350 manata qədər ödənişiniz yoxsa götürə bilirsiniz. Kreditlə məhsul almaq kimi reklamlarla və s. qarşılaşmısınız? Bəli, qarşılaşmışam. Daha çox eşitmişəm. Məsələn, onlayndan olsun və yaxud da nə bilim, paltar mağazasına girsən, reklam kimi qabağıma çıxıb, amma belə özüm istifadə eləməmişəm. Bəli, qarşılaşmışam. Belə şəxsiyyət vəsiqəsi ilə deyilib ki, bu məhsulu ala bilərsiniz. Qəbul eləmişəm, amma axıra kimi çıxmamışam. İstifadə edənlər var, görmüşəm, amma mən özüm tərəfdarı deyiləm, belə deyim. Çünki faiz gəlir və bu da təbii ki, yəni arzu olunmaz bir faktdır. Ən çox paltarda qarşılaşmışam. Başqa çox yox. Paltarda. Hə, şəxsiyyət vəsiqəsi ilə idi. Tək şəxsiyyət vəsiqəsi ilə. Bir də kosmetika mağazalarında, makyaj mağazalarında daha çox olur bu. Maraqlısı budur ki, insanlar kreditlə bağlı banklara müraciət etdikdə pulun verilməsi müəyyən qədər vaxt aparır. Bank əməkdaşları vətəndaşın kredit tarixçəsini araşdırdıqdan sonra qərar verir. Bəs necə olur ki, geyim satışı ilə məşğul olan mağazalar 5-10 dəqiqə ərzində müştərinin adına kredit aça bilirlər? Ekspert İsmail Məmmədov deyir ki, mağazalar kiçik məbləğdə kreditləşmə həyata keçirdiyi üçün sadə təhlil qaydalarından istifadə edirlər. Yəni lazım olan şəxsiyyət vəsiqəsi, rəsmi iş yeri, kredit tarixçəsi və Azərbaycan Kredit Bürosundan alınan arayışdır. Banklar isə sadə təhlildən istifadə etmədikləri üçün kredit almaq bir qədər çətindir. Bu günlər elektron hökumət portallarında kifayət qədər məlumat əldə etmək asandır və daha tezdir. Onların vasitəsilə əldə edirlər və kreditləşməni daha tez həyata keçirə bilirlər. Amma banklardan götürülən zaman əlbəttə ki, onlar xırda məbləğlərə müraciət etmirlər. Məsələn, hər hansı bir deyək ki, şəbəkə elektrik malları dükanlarının özlərinin öz kredit ekspertləri, kredit şöbələri mövcuddur. Onlar vasitəsilə həyata keçirirlər. Amma xırda mağazalar, əsasən xırda satışlar həyata keçirir. Orada məbləğ çox cüzi olduğuna görə daha dərin təhlillərə ehtiyac duyulmur. Amma banklara yanaşdıqda məbləğə daha iri məbləğlərdir və banklar öz verdiyi kreditləri daha məsuliyyətli yanaşaraq daha riski özlərinə götürərək burada daha dərindən təhlil edir. Mağazalar istər kreditlə məhsul satışı, istərsə də taksitlə satış edərkən nisyə borclanma müqaviləsi bağladıqları üçün proses qısa zaman ərzində baş tutur. Alıcı məhsulun ödənişini müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə gecikdirilmiş məbləğə görə faiz ödəməlidir. Zemfira Rəcəb, Beyrək Babayev.